Vaxtınız xeyir əziz vətəndaşlar. Bugün psixologiya tələbəsi Irina Petrovanın şikayəti əsasında New York polisinin Mackey malikanəsində apardığı araşdırma dəhşətli nəticə verib. Həyətdə 12 qadına aid müxtəlif bədən parçaları tapılıb. Onlardan 8-nin kimliyi təsdiqlənib, 4-ü isə baş hissələri itkin olduğu üçün hələ də müəyyən edilmir. Ailənin 3 üzvü, John, Maureen və Simpson Mackey həbs edilir. Qanlı Mackey ailəsinin məhkəməsi başa çatdı. Onlar günahkar bilinib, lakin psixoloji vəziyyətlərinə görə Manhattan Psixiatriya Mərkəzinə yerləşdiriliblər. Bugün Qadınlar Günü münasibəti ilə qətlə yetirilən qızların xatirə yürüşündə ailələr ədalət tələb edir. Manhattan Psixiatriya Mərkəzində baş verən yanğından sonra təhlükəli xəstə John Mackey müəmmalı şəkildə yoxa çıxıb. Onun cəsədi tapılmayıb. Arvadı Maureen keçən ay intihar edib, oğlu Simpson isə intihar girişimindən sonra ağır vəziyyətdədir. Polis sakinləri xəbərdar edir. Xüsusilə kənar məhəllələrdə ehtiyatlı olun və şübhəli şəxs gördükdə dərhal